artıq çoxdur. Üzvü kimyanın inkişafı biraz çox gec başlayır. Kimyanın özü çox qədim elmdir. Belə ki, kimya elminin başlanğıcı, məsələn, siz düşünün ki, bizim eradan əvvəllərə nə qədər əvvələ gəlir çıxır. Nə bilim, Tunç dövrünə gedir çıxır. O, bilirsiniz nə deməkdir? İlk dəfə ibtidai icma quruluşunda ovçular nizə hazırlayırlar, ovlarını vurmaq üçün. Dəmirdən nizə hazırlayırlar. Amma dəmir o qədər ümumiyyətlə saf metalların özləri çox da belə bərk olmur da. Məsələn, o ova batıranda o nizənin ağzı əyilirdi. Və yaxud da, məsələn, tutaq ki, əgər biz dəmirin özündən balta hazırlasaq, odun yarmaq istəsək, baltanın ağzı əyilər, nəinki odunsuna. Niyə? Çünki saf dəmir metalın özü o qədər də belə bərk bir sərt material deyil. İlk dəfə təsəvvürümüzə gəlir, insanlar burada kimya ilə, bundan öncə bəlkə də məşğul oldular. Götürürlər, o zaman dəmiri əridirlər, onun içərisinə müxtəlif qatıqlar qatırlar, daha sərt materiallar alırlar. Məsələn, baxın, elə ora kimya deməkdir. Bu daha nə vaxt baş veribdir? İbtidai icma quruluşundan danışıram, çox uzun əsrlər əvvəllərdən deyil. Ona görə də uşaqlar, deməli, kimyanın özünün inkişafı çox qədimdir, amma üzvü kimyanın inkişafı yoxdur. Bu niyə belədir? İnsanlar, alimlər ikiyə bölünürlər. Var idealist alimlər, var materialist alimlər. Materialist alim dedikdə nə nəzərdə tuturuq? Sırf gördüyünə inananlar, idealist alimlər biraz daha din yönümlü alimlərdir. Deməli, insanlar, o idealist alimlərdə belə bir fikir var idi ki, üzvü maddələr canlı orqanizmin tərkib hissələridir. Canlını da Allah yaradıbsa, deməli, üzvü maddələri də yalnız Allah yarada bilər. İnsanlar üzvü maddə ala bilməzlər. Baxın, belə bir fikir var idi. Ona görə insanlar, alimlər, üzvü maddələri almaq üçün, üzərində işləmək üçün işləmirdilər də. Başa düşdünüz, mən öz, məsələn, tədqiqatlarına üzvü maddələri daxil etmirdilər. Çünki dediyim kimi, o idealist fikirlər elə bir imkan vermirdi. Ondan sonra insanlar başladılar, deməli, ilk dəfə 1800, bir də bir şey var idi, bir fikir ki, qeyri-üzvü maddələrin, üzvü maddələrin arasına kəskin xətt çəkirdilər. Qeyri-üzvü maddələr, üzvü maddələrdən daha başqa ayırırdılar və deyirlər ki, məsələn, bir qeyri-üzvü maddədən bir üzvü maddə almaq mümkün olmaz. Belə bir kəskin xətt çəkirdilər. Ona görə də o tərəfdən də üzvü maddə inkişaf eləmirdi. 18-ci əsrin axırlarında ilk dəfə oksalat turşusu deyilən maddəni sintez elədi Völer adlı alim. Völerin o sintezindən sonra üzvü kimya inkişaf eləməyə başladı. Oksalat turşusu, deməli, COH bu maddədir. Bunu qeyri-üzvü maddədən sintez eləmədi, elə oksalat turşusunun özünü aldı. Bununla o fikrə zərbə vurdu ki, yəni insanlar da üzvü maddə ala bilərlər. Bu fikrə zərbə vuruldu. Ondan sonra üzvüdə bir dənə karbamid deyə bir maddə var. Kimyavi adı karbamiddir. Biyologiyanın hazırlaşanlar sidik cövhəri deyə tanıdıqları bir maddədir. Yəqin eşitmişsiniz bu sözü. O maddə üzvü maddədir. Amma o maddənin alınması qeyri-üzvü maddələrdən alınır karbamid. Amonyak qeyri-üzvü maddədir. Karbon O2 bu da qeyri-üzvü maddədir. Amonyakın üstə karbon O2 gəlir. Bu maddəni alır CO, NH2-dən 2 dənə. Üzərinə gələk su. Bax, bu reaksiyadan görürsünüz, qeyri-üzvü maddədən üzvü maddə alırlar. Burada bu fikrə də zərbə vuruldu ki, yəni qeyri-üzvüdən üzvü maddə almaq olmazmış. O fikrə zərbə vuruldu və gördülər ki, o da mümkündür. Yəni, hər hansı bir qeyri-üzvü maddədən üzvü maddə ala bilmək mümkün imiş və yaxud da bir üzvüdən qeyri-üzvü almaq mümkün imiş. Bundan sonra artıq üzvü kimyanın inkişafı çox böyük bir